Salam aziz dostlar, hər vaxtınız xeyirli, uğurlu olsun. Deməli dostlar, arı məhsullarından bir qarışıq hazırlayacağıq özümüz üçün. Bu arı məhsulları nədir? Baxın, güləmdir. Güləm də çox faydalı, çox qüvvətli bir arı məhsuludur. Gənc arılar bu güləmi yeyir, onlarda süd vəzləri inkişaf eləyir və süd ifraz eləməyə başlayırlar. Həm də ki, arı sürfələrini 3 gün südlə yemlənilir və qalan 3 gün isə güləm qarışığı ilə yemləyirlər dostlar. Bu isə dostlar homogenatdır. Homogenat nədir? Onun haqqında da mənim TikTok və YouTube səhifələrimdə paylaşımlar etmişəm. Hətta bunları nə cür əldə etmək olar? İstər güləmi, istər homogenatı mən paylaşmışam. Bunu necə götürmək olar arı ailələrində. Bunun da ki dostlar saxlanma qaydasını bildiyimiz kimi yalnız buz kamerasında, baxın görürsünüzmü? Buz kamerasında olmalıdır. Bunu da biz o qaydada da qoruyub saxlayırıq. Bu isə dostlar arı südüdür. Yəni arı südü nədir? Ana arıları bəsləmək üçün, yəni ana arı yetişdirmək üçün arılar arı südü verirlər, ana arılar yetişdirilir. Yəni bütün sürfələrə arı südü 3 gün yemlənilir. İşçi arı, istər erkək arı. Amma ana arılar üçün isə 6 gün bütövlüyü ilə arı südü ilə yemlənilir ki, onlardan da ana arılar çıxır. Yəni bu haqda bir qısa məlumat verirəm ki, yəni anlayışı olsun, gənc arıçı ola bilsin, bilmir, bunlardan anlayışları olsun dostlar. Bu arı südünün saxlanma qaydası da baxın buz kamerasında olmalıdır. Buz açılmayıb hələ, görürsünüzmü? İndi buz kamerasından çıxartmışam, tam buzun içində. Odur ki dostlar, bu biraz mən indi əlcəksiz falansız işləyirəm ki, sonra mız qoymasınlar, qabaqcadan deyirəm. Yəni bu qarışığı mən öz yeməyim üçün, öz ailə üzvlərim üçün hazırlayıram. Mənə heç bir əlcək falan lazım deyil. Odur ki, keçək qarışığımızı hazırlamağa dostlar. Baxın, əvvəlcə də bal, öz təbii balımızı götürürük. Bugün arı südündən istifadə etməyəcəm. Arı südünü növbəti dəfə bal və güləm qarışığı ilə hazırlayacağım. Bugün homogenatla hazırlayacağım. Görürsünüzmü dostlar? Buzlu. Yəni bu homogenat buzxanadan çıxarıldı, gərək istifadə olunan. Kimlərsə bunu şpirislərdə saxlayır. Yəni mən arı südünü yalnız şpirislərdə saxlayıram. Amma homogenatı bax bu cür paketlərdə saxlayıram dostlar. Bu cür paketlərdə homogenatı mən saxlayıram buz kameralarında. Yəni dəmir qaşıq, yenə də təkrarlayıram, bütün verilişlərimdə demişəm. Güləmə dəmir qaşıqla toxunmaq olar dostlar. Baldır, güləmdir, bunlara dəmir qaşıqla toxunmaq olar. Amma arı südünə və yaxud homogenata olmaz. Axı dostlar, bu cür uyudulmuş halda, yəni rahat onu çeynəmək olsun, yemək olsun, yəni rahat qəbul olsun deyə uyudulmuş halda daha yaxşı qarışır. Yəni dostlar, güləm özü, güləmin tərkibi o qədər zəngindir ki, mən həmişə deyirəm ki,
heç Mendeleyev cədvəlində bəlkə o qədər element yoxdur. Yəni bunun tərkibi möcüzəvi bir tərkibdir dostlar. Yəni, hər bir xəstəlik üçün bu faydalıdır. Həm də mən indi bunu özüm üçün hazırlayıb, çünki mənim iş rejimim çox çətindir. İndi arı mövsümü başlayıb. Necə deyərlər, zaryadkam biraz azalıb. İndi özümə zaryadka yığmalıyam ki, arılarla çalışmalıyam dostlar. Gördünüz mü dostlar? Bu da bizim möcüzəvi bir qarışıq. Onun saxlama qaydası dəqiq, düzgün olmalıdır dostlar. Homogenat yalnız buz kameralarında saxlanılmalıdır. İnsan qanı, qan banklarında nə cür saxlanılırsa mənfi 17 dərəcədə bu homogenat və yaxud arı südü saxlanılır ki, öz bütün o faydalı elementlərini qoruyub saxlayır. Güləm də həmçinin, yəni buz kamerasında da saxlamaq olur. Buz, yəni soyuducuda da, yəni soyuducuda biraz tez istifadə etmək lazımdır, amma buz kamerasında uzun müddət qalır güləm, yəni kiflənmir. Baxın, indi bu qarışıq dostlar insanda bütün zəifliyi aradan götürür. Bir sözlə insana yeni nəfəs verir, güc verir. Güləm, homogenat və bal qarışığı. Bu qarışığı da dostlar soyuducu şəraitində saxlamaq lazımdır. Gündə 3 dəfə yeməkdən qabaq qəbul etməklə siz immunitetinizi gücləndirə bilərsiniz və xəstəliklərdən özünüzü qoruya bilərsiniz dostlar.